Salam kızlar, sabahınız xeyir. Səhər saat 8-in yarısıdır. Əlimi yüzümü yudum, amma krem vurmamışam. Yayda mən kofe içəcəm, su bir dənə istilənsin, gəlib özüm düzəldəcəm Seyid. Yayda krem vurmuram yüzümə, çünki çox yağlanır. Gözümün altın şişinə zadına baxın. Demək olar ki, yuxusuzam, yatmamışam. Amma nədir? Bu havalarda, payız olanda, qış olanda krem mütləq vururam. Əsas da alnım, bir də burnumun qıraqları quruyur. Belə. Bu kremlə vururam. Gün ərzində bəs eləyir bu nəmləndirici. Həm sizinlə söhbət eləyəcəm, həm də iş görəcəm. Səhər-səhər bol enerji ilə durmuşuq. Yorğun olsam da, gözlərimin içine baxın, qan dolu olsa da, amma biz nəyik? Biz anayıq, bizə yatmaq olmaz, bizə dincəlmək olmaz, bizə xəstələnmək olmaz. Belə, neysə. Bu, bilmirəm, Anjela alıb mənim üçün qəşəngdir. Bir dəfə mən bunu Trendyoldan Anjela yatmışdım ki, Anjela bu nətər kremdir. O da alıb, deyir ki, qəşəng kremli istifadə elə. Bilmirəm, alandan bir 4 dəfə, 5 dəfə istifadə eləmişəm. Yaxşıdır, əsas odur ki, üzümü nəm saxlayır. İndi buraları yığışdırırıq. Bizim dünən kargomuz gəlib, göstərəcəm onu da sizə. Bu 10 kilodur. Bunları hələlik ki, bura qoyuyorum. Həm Trendyol alışverişimiz gəlib, həm Temu. Trendyoldan gələnlər nədir? Bəbəşqamızındır. Onlara ayrı bir video. Mən keçən dəfə sizə dedim, qar yağır bu arada. Vallahi qar yağır. Gedəm baxın, əməlli başlı qar yağır. Buyur. Seyid, əməlli başlı qar yağır. Ay Allah, bütün evimiz, hamısı qatma qarışıqdır. Hamısı aləm dəyib bir-birinə, ipdə pastellər. Qar yağır. Kız, baxın, harada yağması əməlliyə yağacaq. İnşallah ki, bugün əməlli başlı yerdə qar olar. Dünəndən bu belə soyuğu hiss eləmək olur, şaxtanı hiss eləmək olur. Gedəyim demə. İnşallah ki, yaxşı görsənir. Tutuzdurmuşam işığa zadı. İnşallah. Nə deyəcəkdim? Belə qar da yağır, qoy yağsın. Hələ su belə içməmişəm, birazdan gedib içəcəm suyumu, kofemi. Buraları yığışdırmaq istəyirəm, ürək ağrısından açıram buranı. Neçə gün deyirəm ki, Nərgiz, gəl buranı yığışdır. Deyir ki, sabah dəymə özüm eləyəcəm. Amma bugün son gün, burada atılmalı boş qabları çoxdur. O belə sprey qabları zadı boşalırsa, onları atmır. Deyir ki, nəsə sonra özü belə yumoşdan zatından nəsə hazırlayır, düzəldir, bilmirəm. Axır ki, amma bugün son gündür. Bugün yığışdırırıq. Günah məndə də var. Mən tripodlarım əlimə düşən kimi gətirib bura atıram. Arada bir coşur, deyir ki, sənin nəyinsə mənim otağımda nə gəzir? Elə deyir mən. Mən də gliserin də elə bildim kamfra. Deyəcəkdim kamfra istəyirdim dünən elə. Dünən mənim qızım Respublika ikincisi oldu. Oldu, sevindi mi? Sevinmədi. O qədər ağladı. İnanın, hamı deyir ki, Nərgiz, birinci, ikinci, nə fərq var? Sən buradan medalsız getmirsən. Əsas odur, medalla gedirsən. Niyə ağlayırsan? Yox ki, yox. Dayanmadan, bu saçımı yığım belə rahat olmur. Dayanmadan ağlayıb. Deyir ki, mən ora kürsüyə çıxmayacağım, mənə medal zat lazımdır. Bir tərinə mən, müəllim, danlamışıq, başa salmışıq. Yenə də deyir ki, mən haqqım yeyildi. Nəysə, bunlar belə şeylər çox olur. Həqiqətən çox olur. Neyini? İstəmərəm heç kimin uşağına, nəinki öz uşağımı, heç bir uşağa, heç kimin uşağına o döşəkdə heç nə olmasın. Birinin qolu əzilir, adam ürək ağrıyır. Birinin, nə bilim, barmağı əzilir, adam ürək ağrıyır. Çox şükür, oradan xətasız, bəlasız çıxırlar, gəlirlər. Dediyim kimi, Allah heç bir uşağın dırnağına daş dəydirməsin. Onların dırnağına daş
dəyən daş biz mamaların ürəyinə dəyir. Fərq yoxdur. Bu mənəm, yoxsa sizsiz, yoxsa başqa bir anadır. Ana anadır. Belə qızlar. O ki var, mənim qızım ağladı. Heç təbrik belə eləmədik qızı. Çünki deyir ki, istəmirəm də medalı götürmürəm. Müəllim biraz danlayıb eləyəndən sonra ora getdi, çıxdı, gəldi, yenə başladı ağlamağa. Hönkürtü ilə ağlayır, elə belə ağlamır. Belə. Əsas Nərgiz düşmək istəyirdi zbora, yığma komandaya, düşdü. Orada bilirsiniz necədir? Bunlar bütün yay güləşəndə, məsələn, Nərgiz yayda 2 dəfə parter güləşi olub. Parter güləşdə cidoçu mamaları bilirdi. Yerdə güləşməkdir. Yerdə güləşəndə, yəni Nərgiz heç vaxt yerdə güləşməmişdi. Onda ikisində də birinci yerə çıxıb, oradan da xalı var. Nəysə də uzun sözün qısası. Orada da 2 dəfə birinci olub, dedilər ki, xalla hesablanır. Bəlkə indi zbora düşməyə xalla hesablanacaq, o bilir. Yox, istəməm. Çox sağ ol. Təşəkkürlər. Bəlkə indi zbora düşmələri nədir? Xalla sayılacaq, onu deyə bilmərəm. Biz dünən elə bilirdik ki, 4 dənə cəmi qız idilər, güləşən qızlar. Kurqavoy güləşirdilər. Keçən dəfə nətər elə? Keçən dəfə özü gülürdü. Keçən dəfə çünki böyüklər idi hamısı. Bilirdi ki, udmayacaq. Amma indi bilirdi ki, udacaq da. Yəni, bilirdi deyəndə ki, bu yarışma elə bir şeydir ki, zəif gəlir güclünü udur, güclü gəlir zəif udur. Heç kimi qarantiləyə bilməz ki, hə, sən %100 birinci yerə çıxarsın. Elə zəif qız var ki, gəlir güclü, məsəl üçün, qızı 1 saniyədə atır, udur. Nəysə, nə demək istəyirəm? Yəni ki, bunda özü pis olub. Ona görə ağlayır ki, mən yəni ki, haqqım o dörü idi. Nərgizin 200 xalı var idi. O birisi hansı ki, birinci yerə çıxan qızın Gəncədən gəlmişdi. O da çox istəyirəm. Çox ağıllı, tərbiyəli qızdır. Yarışdı da, Nərgizlə də yaxındır. Yəni, belə mehribandılar. Amma ora çıxanda heç bacı-bacını tanımır. Eyni zaldan çıxırlar. Heç bir-birinin gözünün yaşına baxmırlar. Elədilər. Bu yarışma belədir. Müəllim də deyir ki, yenə Xədicə ilə bir düşmüşlər. Dedi ki, qızım, gedin ikiniz də güləşin. Yəni, öz güləşinizi göstərin. Belə. O qızda 111 xal idi. Nərgizdə 200 xal idi. Əslində, xalla hesablanırsa, Nərgiz birinci yerdədir. O da ikincini udub gəlib. Nərgiz də, elə bil, o qız da ikisini udub bu yerə gəlib. Nərgiz də ikisini udub bu yerə gəlib. Bilmirəm, Yuko deyirlər, nə deyirlər, mən çox elə fəndlərdən başım çıxmır, səhv dəyişik də deyərəm. Son 2 saniyə qalmış, o qız onu atdı Nərgizə. Ona görə də o birinci yerə çıxdı, Nərgiz ikinci yerə çıxdı, Xədicə üçüncü yerə çıxdı. O birisi dördüncü qız yer tutmadı. Deyirlər ki, Cəbra. Yaxamın tutdu atdı. Deyirlər ki, qapıyı örtəcək. Salam aleyküm. Aleykümselam. Uşaqlara səs getməsin. Nə axtarsan, demə. Futbol kanalı. Yox, o sən futbol kondur. Evimiz gör nə qədər qarşılıqsa, kişi gəlin Nərzin otağına futbol qatarır. Gəl də bura yanına gəl. 1 saniyəli yanına. Deyirlər ki, boşalmış. Orada yazıblar, yorumlarda kimsə. Boşanmışdıq, tərzdən evləndik. Burada nə olur? Gəl. Min günümü. Hər o gün canlatmışım. Bir izləyici yazıb ki, deyir sonmazdan o qədər pis oldum ki, deyir yorumlarda yazmışlar ki, bunlar boşanırlar. Başqa söhbətlər yoxdur. Biz boşanırıq, Mən boşanırıq. dedim ki, elə deyirlərsə elət demək. Deyirlərsə ki, boşanmışım, boşandım. Nə deyim? Orada qaralardı. Neyse belə bir dəsmal yudum gəldim. Belə həm silim, həm yığım. Nə tər yığacam onu da bilmirəm. Çünki bunun veşlərini mən bilmirəm. Nə
atılmalıdır, nə saxlanmalıdır, bunları da bilmirəm mən. Özü həmişə, oy, sərətdən qutarır. Özü həmişə qəşəng yığışdırır, səliqəyə salır. İndi axır vaxtlar özü də bunun başını buraxıb bu şkafın. Eləmir. Qızlar, əgər eləmirsizsə, eləyin diş fırçası ilə. İndi məndə burada pıtır-pıtır əyri dəli çıxıb saçlar. Amma Nərgiz diş fırçası ilə o qədər gözəl saçı hamarlayır ki, bu xırdalar zaten elə qəşəng yığır ki. Belə hələlik yığım. Bilmirəm də nəyə hara yığım. Ona görə bu qızın yerini mən yığışdıra bilmirəm. Səliqəyə sala bilmirəm. Bugün dedim ki, Nərgiz, seçim yığım, atılmalıları ayrı qoyacam. Sən gəlib özünü atarsan. Deyir ki, hə, yaxşı. 2 həftə dalbadal çəki saldı deyə çox əsəbidir, dəhşətli dərəcədə. Mənə orada gedib oturmaq bəzən deyirlər ki, Soliniyə nədə? Gedib oturursan da. Amma oranın ab-havası tam başqadır. Həm uşağın yanında oluram, ürəyim rahat olur ki, uşağın yanındayım. Həm də ki, mən xoşlayıram, onu sevirəm. Məsəl üçün, tanıdığım uşaqlara baxmaq mənə tam başqa belə zövq verir. Tanıdığım uşaqları yaxından canlı-canlı güləşməklərin görünümü tam başqa mənə zövq verir, çox xoşuma gəlir. Ona görə də gedirəm. Dedim, heç olmasa Nərgizin yarışında gedim o uşaqlara baxım. Həm Nərgizə baxım, mən ürək xəstəsi yox, nə bilim, bütün orqan xəstəsi olmuşam mən Nərgizin əlinə. Bəzən deyirlər ki, çıxır, güləşir, gəlir. Orada nə var ki, inanın, çox-çox çətindir. İndi deyəcəklər, çətindir, niyə seçib o sənəti? Sevib, seçib, neyə bilərəm? Sizin uşağınız müəllimə olmağı seçib. Mənim də uşağım belə müəllimə olmağı seçib. Bunlarınki də demək olar ki, müəllimlikdir. Eyni şeydir. Amma bu da belədir. Oxuyanın, hər dəfə deyirəm, gözünün nuru gedir. Amma bu da indi oxuyub bu yerə gəlib çıxıb da, yəni 0-4 savadı, çox şükür. Savadsız tələbə kimin nəyinə lazımdır? Savadsız imtahanların ən azından özü verir, özü oxuyur. Bəzən elə olur ki, İlman Akademiyasında elə bilirlər ki, oxumaq zat yoxdur. Var, qəşəng oxumaqlar da var, imtahanların da özləri verirlər, hamısını özləri verirlər. Sərbəst işləri var. Bunların hamısını özləri eləyirlər. Yəni sizin uşaqlar necə universitetdə oxuyursa, Nərgiz ildə elə oxuyurlar. Bunları ən azından ayırım. Bilməyə hara yığıram. Qızlar, maşına qoşdum, boş işləyir. Uşağın öz paraşoku ilə qoşmuşam. Boş-boşuna yulsun, qaynamaya qoymuşam. Ondan sonra gətirib bəbəşqan paltarlarını seçəcəm. Dünən dediyim kimi sifarişlərimiz gəldi. Onları sizə üçün çəkəcəm yarımçıq da olsa. Çünki çox veşləri rayona göndərmişik biz. Yarımçıq da olsa çəkəcəm. Yeni mama olacaqlara fikir olsun ki, mən nələrə fikir vermişəm paltar alanda. Bəlkə də hardasa səhv eləmişəm, düz eləmişəm, bilmirəm. Yəni ki, bildiyim qədərilə almağa çalışmışam. Belə, bu indi yulsun boş-boşuna təmizlənsin. Ondan sonra inşallah gətirib bəbəşqan paltarların qoşacağım. Dediyim kimi, oturub Nərgizin otağından çıxa bilsəm, oturub bir dənə qəşəng video çəkəcəm sizin üçün. Yeni doğulan bəbəşqə üçün alış-veriş videosu. Qızlar, bunları sizə göstəreyim. Bu otaqdan çıxa bilmirəm. İnanırsınız, 1 saatdan çoxdur mən buradayam. Yavaş-yavaş bitirməyə çalışıram. Bunu asmaq istədim Veşulkiyə, dedim sizə göstərim.
Temudan sifariş verdiyim kurtka bu. Çox qəşəngdir. İçi də belə astarlıdır. Nə çox nazikdir, nə də qalındır. Yəni 11-12 manata görə əladır. 11 manata düşmüşdü 58 manatdan. Bu mənim çoxdandır. Bəlkə də 3 ay olar. Mənim səbətimdədir. Mən elə Temuza, Trendyol o qədər də başım çıxmır. Sadəcə olaraq baxa bilirəm. Sonra mənə başa salır Canjula, ana bax bu mağazində belə baxdın, sonra aşağı gedirsən, daha ucuzları çıxa bilirsən qarşıva. Hər mağazin başqa-başqa fərqli qiymətlərlə qoyur. Nəysə, elə gördükcə səbətə atıram, amma sifariş vereyim, zakaz eləyim, elə bir şey bilmirəm də, bacarmıram. Bəlkə baş aparsam bacararam. Çox qəşəngdir, belə içi də istidir. Belə. İçi belədir. Amma qışda geyinə bilərəmmi? Yox. Yəni, payızda, yazda belə geyinərəm. Qışda külək zad olmayanda elə geyinə bilərəm. Mənim o birisi kurtkam çox isti saxlayır, lap qalındır. Biri də var, lap nazikdir. Bu da ikisinin arasıdır. Cibi zadı çox qəşəngdir. Bu hissəsi xoşuma gəldi. Bir dənə xoşuma gəlməyən bu qol hissəsidir. Bu bir xanım atmışdı şəklin. Orada tiftiklənmişdi. Amma çoxsu atıb tiftik zat yoxdur. Bəlkə indi çıxmağından asılıdır. Bilmirəm nədən asılı. İnşallah ki bu tiftiklənməz. Anjela deyir ki, tiftiklənsə nəyin deyir, fikrini elirsən. 11 manat, 12 manat pul vermişik. 12 manata yaxın idi də qəpik quruşu ilə. Nəysə, evdə də olsa həyətə zada çıxanda geyinərəm. Hələ ki xarab olmayanda, yəni çölə bayra da geyinə bilərəm. Sonra da tiftik təmizləyənlər var, onlarla da təmizləyə bilərəm. Belə. Bu kurtkam. Kurtka deyəndə bilmirəm də nəsə belə. Ya Allah, elhamdülillah. Bu da ayaqqabılarım. Qızlar, ayaqqabını %100 deyirəm, alın. Əgər qarşınıza çıxırsa, inanın, yəni o 16 manat neçə qəpikdir, elə bir 17 manat. Yəni buradan belə ayaqqabı ala bilmərsəm, çox yüngüldür. Məndə bu sümük olduğuna görə bu hissə məni narahat eləyir. Axşam geyindim, bir 10 dəqiqə kimi ayağımda qaldı. Çox rahat idi. Bilmirəm, bəlkə geyinəndə tez cırılacaq, bəlkə geyinəndə ayağımı ağrıdacaq, onu deyə bilmərəm. Hal-hazırda, yəni material olaraq baxanda çox qəşəngdir, yüngüldür. Baxın belə, əyləndi belə ayaqqabılar mənim ayağımı ağrıtmır. Hətta axşam sırazı bunun bir dənə qara rəngində atdım səbətə. Endirmə düşən kimi sırazı alacam. Çox rahat ayaqqabıdır. Dediyim kimi, yəni 17 manata heç nə vermirlər. Əgər istəyənləriniz varsa, elə ayaqqabılar yazan, qadın ayaqqabısı yazan kimi hamısı sıralama ilə gəlir. Bunun bir açıq rəngi var, bu rəngi var, bir də qara rəngi var. Mən bu rəngi istədim. Bununla belə dəstləşdirib geyinmək üçün. Bu rəngi həm də sevirəm. Axır vaxtlar ilişmişəm bu rəngi. Almaq istəyənlər ala bilər. Mən link zat yerləşdirə bilmirəm. Amma bəlkə istəsə öz Anjelaya deyərəm, Anjela yerləşdirər. Hələ ki bizdədir. Linklərini o yerləşdirə bilər. Amma mən bacarmıram. Bu da mənim ayaqqabılarım. Anjela da özünə bəzi şeylər vurub Temudan. Onları da göstərmirəm. Özümə aid olan şeyləri göstərəm. Bir də yenə vurmuşam. Orada çox şeylər var. Xırda çox şey zakaz eləmişəm. İnşallah gələndə onları da paylaşacağım sizinlə. Bir də bəbəşkamızın cehizi var. Bəbəşkamızın cehizlərinin ucundan belə göstərirəm. Bir klokdur. Belə. Amma oğlandı, qızdı deməyəcəm. Olanda deyərəm. Bəzi xanımlar yazır ki, oğlandı, qızdı. İnşallah olanda görərsiniz. Belə. Bunlar müslüm bezdir. Bir-iki dənə belə əskilər vurmuşam. Düzdür, bələməyəcək Anjela. Hazır bələk də almışıq. Nədir? Amma belə nəsə əldə işlətmək üçün belə müslüm bezlər vurmuşuq. Çox qəşəngdir materialları. Axır ki, bir-ikisinin ucundan belə göstərim. Bunlar elə bir dəstdir. Qarışıqdır rəngləri. Qızlar, dondum. Belə çıxmışam bayra, buzdadım. Necə soyuqlar, havada əməlli başlı şaxta var. Çox soyuqdur. Bunlar quruyublar, amma biraz belə otaq temperaturda qalsa lap yaxşı olar da. Burada yenə bir vanna paltar gətirmişəm. Titrəyirəm, danışa bilmirəm. Oy, öldüm soyuqda. Əynimə kurtka geyinim, gəlin bunları sərim. Mən belə sərə bilmərəm. Ondan. Var, götürüb qaçım ürək.
Dedim nəysə qoy sərim, sonra da girərəm içəri. Dondum. Bunlar Nərgizin balon kassadı. Neçə gündür çəki salırdı. Hər gün yaxalayıb atırdım, hər gün geyinib gedirdim. Daha çəki salmaq bitdi. 2 dəsti var. İkisini də ayrı-ayrı yuyurdum. Elə geyinirdi, dəyişik. Oy, öldüm soyuqdan. Ancaq Nərgisin paltar vardı, başqa paltar yoxdu içində. Oturmuşduq, birdən deyirəm ki, gətirin bu otağın videonun fasonunu dəyişim. Çünki belə istəmirlər. Mən də dedim dəyişim, problem yoxdur. Mənə olmaz rahat oturmaq. Əslində belə qəşəydi, amma dəyiş deyirlərsə dəyişək. Neyniyək? Bir də bunu tikmək istəyirəm, görüm tikə biləcəm. Bunu o qədər dartmışam ki, buradan elə bir şey üzülüb. Görüm tikə bilsəm onu tikəcəm. Bir də bu üzün gözün yumaq istəyirəm, amma o gün bugündür. Bugün yummayacam. Çünki paltaryon maşını təmiz saxlamalıyam. Bəbəşqamızın paltarının hamısını doldurmuşam içinə. Amma qoşmamışam. Dedim daha axşamdır. Ona görə qoşmamışam. Siz üçün qəşəng video çəkdim. Paltarın videosu. Dedim inşallah sabah tezləndən qəşəng. Onları ataram, yuyular. 2 dəfə qoşacaq da. Bir dəfə rəngli, bir dəfə də ağlar. Anjelika xanım da burada yanımdadır. Qalan ev əhli gediblər. Yoxdular evdə. Biz ikimiz mama bala. Ona görə də dedim gətirim onlar gələnə qədər mən bunları tez-tez həll edeyim. Kömrü göstərim sizə. Yatağı dağıdıb harda yatıb. Göstərim. Əlimiz adımı dişləyir. Bunun sağı solu bəlli olmur. Bir dəqiqə göstərəcəm. Baxın görün harda yatıb. Koftasını da geyineyim. Hadi bu. Sən gözlərin görsəmir. Bunun gözünü qırxmaq lazımdır amma qoymur. Koftasını da mən tikmişdim. Bax, qaşın qaldırıb mənə baxır. Belə nəysə, başlayaq işimizi görməyə. Buranı bu formada elədim. Bunların üzünü çıxardıb yuyacağım, hamısını yastığı zadı. Amma o gün dediyim kimi bugündür. Bu da burada yatıb. Əl çəkmir, fırlanır eləcə yanımda. Sonra bazanın altında vardı məndə təzə əl üz dəsmalı, hamam dəsmalı, çay dəsmalı. Onların xeylağın ayırdım. Anjela dedi ki, mən əl üz dəsmalı istəyirəm. Dedim, elə gəl bunların hamısını verim, apar. Dəyər dəsmalı nə varsa hamısını ayırdım, verdim Anjelaya. Onları o vaxt almışdım. Türkiyədən Ülviyyən yoldaş gətirmişdi. Onları el alıb yığmışdım. İndi belə dər dəsmal şeylərinə ümumiyyətlə xeylaq şeyini vermişəm Anjelan. Belə iri cercehizi qalıb. Şamaqda bir dəfə dedim sizə, nə var? Yığdım, verdim. Xoşuna gələnləri. Amma yenə də əyrəsliyi nə varsa inşallah Allah qoysa evinə köçənə yaxın hamısını alacaq. İnşallah təki can sağlığı olsun. Bu da belə gedib çöldə gəziyib. Gəlib Seyidxan aparmışdı bunu. Gələndən bilmirəm üşüyür nədirsə, koftanı çıxartmaq qoymur. Elə yatır, orada yatır, burada yatır. İndi mən gəlib neyniyəcəm? Gətirəm ifdən yığdığım paltarları töküm bura. Hamısını qəşək-qəşək qatlayım, pastelləri ütülüyüm. Onları da aradan çıxardım. Kömrü çıxartdım həyətə. Dedim həm də videomu yekunlaşdırım da. Bundan sonra heç çəkməyəcəm. Hamı gəlib evə. Bir soyuq var, bir şaxta var. Əməlli başlı soyuqdur. Səhər-səhər bir kəni mənə gülərsiniz. Qız neyniyim? Bizim də qarımız oddu. Onu görən kimi sevincək oluruq. Yox, həmişə Əhmədliyə yağır doğrudan da. Harada yağmasa, Razinlə bizim aramızda nə qədər məsafə var ki. Orada bacımgildə məsəl üçün yağmır, amma bizdə qar olur. İndi səhər-səhər yalandan sevindi də bir-iki dənəsini atdı. Belə
Amma bu gecə yağsa qar, inanın o bir həftə əriməz. Bax belə soyuq olsa, yəqin maroz var havada ki, belə soyuqdur. Bu il ilk dəfədir bax belə soyuğu dünəndən hiss eləyirik. Gəldin kömür. Bunun ayaqlarını yum, aparım içəri. Sizinlə də sağollaşım. Bu videomu qoyum yüklənməyə. Sağ olun, sağlığının qalın. Allah'a əmanət olun. İnşallah. Allah qismət eləyərsə sabah görüşərik. Çənəvi söz tutmur, titriyirəm əməlli başlı. İnşallah qismət olarsa dediyim kimi görüşərik.